Bugün bütün dünyaya hökmranlıq edən BP şirkətinin əsası İngilis biznesmeni və hüquqşünası William Knox Darcy tərəfindən qoyulub. 1901-ci ilin mayında William neft axtarışı üçün İran hökumətindən rəsmi icazə alır. Şirkətin ilk kəşf etdiyi neft yataqları 1908-ci ilin mayında İranın cənub-qərb hissəsində Məşid və Süleyman adlı neft yataqları olur. Lakin o ərazidə yaşayan azərbaycanlılar öz torpaqlarını İngilisə vermək istəmirlər. İngilislər çıxış yolunu Hindistandan zəhərli ilanlar gətirib həmin ərazilərə buraxmaqda görürlər. Zəhərli ilanlar qısa müddətdə yerli əhaliyə böyük ziyan verir. Uşaqların ilan sancmaları o qədər sürətlənir ki, əhali çıxış yolu kimi buradan qaçmağı seçir. 3 ay ərzində azərbaycanlılar neftli torpaqları tərk edirlər. Boş ərazidə qalan ilanları öldürmək üçün Amerikadan tonlarla Coca-Cola gətirib əraziyə tökürlər. İlanlar qısa zamanda məhv olur və beləliklə dünyanın nəhəng şirkəti İran-İngilis Neft Konsorsiumu BP yaranır.